Kim daha çox əzələ qazanar? Protein tozu istifadə edən, yoxsa etməyən? Fitnesslə məşğul olanlar iki qrupa ayrılıb. Protein tozu olmadan edə bilməyənlər və qəti olaraq istifadə etməyənlər. Bəs hansı doğrudur? Əzələ inkişafı üçün vacib olan şey kifayət qədər protein almaqdır. Bunu bilirik. Əgər bunu toyuq, yumurta və ət kimi qidalardan qarşılayırsansa, protein tozu məcbur deyil. Amma əksik qalırsa, əzələ inkişafına mənfi təsir göstərəcək. Bəs yetərli qədər protein nə qədərdir deyirsənsə, araşdırmalar günlük çəki başına 1,5-2 qram proteinin kifayət edəcəyini göstərir. Yəni 70 kiloqram çəkin varsa, 140 qram protein bəs edəcək. Günlük yetəri qədər protein qəbul edirsənsə, protein tozu istifadə etməyin və ya etməməyin fərq etməz. Amma günlük yetəri qədər proteini ala bilmirsənsə, protein tozu istifadə etməyin sənin xeyrinə olacaq. Ağlındakı sual işarələrini qaldıracaq videolar üçün də məni izləyə bilərsən.